qoltuq altını təmizlədikdən həmən sonra tərdən qoruyucu vasitələr vurmaq kifayət qədər təhlükəlidir. Son illərdə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında qoltuq altı nahiyəni təraş etdikdən dərhal sonra dezodorant və ya roll-on istifadə etməyin döş xərçəngi riskini artıra biləcəyi ilə bağlı iddialar yayılır. Bu fikrin əsasını təraş zamanı dərinin səthində yaranan mikroskopik zədələr və açılan məsamələr vasitəsilə məhsulların tərkibindəki bəzi maddələrin orqanizmə birbaşa daha asan keçməsi ehtimalı təşkil edir. Mütəxəssislərin bildirdiyinə görə dezodorantların tərkibində olan alüminium birləşmələrinin və digər kimyəvi maddələrin döş toxumasına təsir göstərərək hormonal dəyişikliklər yaratması barədə müxtəlif nəzəriyyələr mövcuddur. Lakin indiyədək aparılmış elmi araşdırmalar bu məhsulların istifadəsi ilə döş xərçəngi arasında birbaşa heç bir əlaqə təsdiqləməyib. Buna baxmayaraq təraşdan dərhal sonra dəri daha həssas olduğu üçün qıcıqlanma, yanma və allergik reaksiyaların qarşısını almaq məqsədi ilə dezodorant istifadəsini bir müddət gecikdirmək tövsiyə olunur. Mütəxəssislər vurğulayırlar ki, döş xərçənginin yaranmasında genetik meyillilik, yaş, hormonal faktorlar və həyat tərzi kimi amillər daha mühüm rol oynayır. Buna görə də dezodorantlardan düzgün istifadə etmək vacib olsa da, onların döş xərçənginin əsas səbəblərindən biri olduğu barədə heç bir elmi sübut yoxdur.